Dostlar, Avropadan həmişə kimi salamlar. Dediyim kimi Avropada endirimlər başlayıb. Biz indi Hoka One One'a gəlib baxmaq istəyirik. Gəl yanıma, hadi suda. Come to me, Ophelia. Hoka One One. Bilənlər bilir, bilməyənlər də bilsin. Belə və belə dostlar, ayaqqabılar mənə Salomon, Hoka, əsas mənim Hoka One One'dır almaq istədiyim. Bildiyiniz kimi bir dənə orijinal ayaqqabı alırsam bir xeylam gedir. Amma brend olmayan, keyfiyyətsiz ayaqqabı hər ay cırılır. Hoka 160'dan düşüb 128'ə. Bu Hoka Kolumbiya kimi, Reebok kimi, Salomon kimi modellərlə, Mizuno kimi modellərlə bərabər satılır. Bəli, indi baxaq görək hansı ayaqqabı bizə daha uyğundur. Prinsesim oturub və biz davam edirik. Bu mənimlə gəzməyi çox sevir Ophelia. Bunun evdə 2 qardaşı var. Bu qızı incidirlər. Sözünə baxmırlar. Bugün 3-cü gündür. 3-cü günlər Avropada bir çox ölkələrində məktəb olmur. Dostlar, belə gəzirlər burada. Burada baxın, dövlət uşaqlar üçün nələr yaradır. Gördünüz. Mən keçən səfərdə bununla bağlı bir video çəkmişdim. Gözəl kafedralımız var. Belə kanallar var burada. İnsanlar belə zamanlarını keçirdirlər. Bu qaydada dostlar biz gəzirik. Yaxında 2 həftədən sonra tətilə çıxır uşaqlar və bizim yay tətili Avropa macəralarımız başlayacaq. Bunun üçün hazırlıqlara başlayırıq. Yəni bildiyiniz kimi plansız və heç yerdə otel bronirovat eləmədən necə pulsuz, rahat Avropada gəzmək olar, onların sirlərini sizə öyrədəcək. Bu da biz. Belə davam edirik qızımla, çünki evdəki oğlanlar qızımı incidirlər, ona görə biz daha çox qızımla gəzirik.